Gəlmişəm deyəm ki, sabah imkan daxilində çölə bayıra çıxmayın. Çünki temperatur 40 dərəcəyə qədər yüksələcək. Daşı göydən aloy yağır. Artıq yayın son mərhələsindəyik. Ola bilər ki, bu istilər üçün darıxaq. Birazdan məktəblər açılır. Bizi təzə konsertlər gözləyir. WhatsApp-da müəllimlə valideyn səsləri. Sabah sizdə dərsim yoxdur, səhv gedib. Sabah sizdə... Ay, tərbiyəsiz adamsın, mən burada valideynəm. Məktəbdə uşaqların ipə sapa yatmaması. Darıxmayın, yenə olacaq belə xəbərlər. Təki olmasın. Təki sakit bir tədris ili keçirdək. Bəzən hadisələr olur və onları görüb başa düşürəm ki, təhsil nə qədər önəmlidir. Təhsilli adamlar bəzi sahələrdə nə qədər vacibdir. İndi sizə göstərdiyim yola baxın. Lökbatanda bir küçədir. Normal asfalt yolda, yolun xətti izadı. Gəldim, burada dünya qurtardı. Yol əməlli başlı təhlükə saçır. Yəni buranı tanımayan adamın qəza eləməməsi möcüzədir. Çünki yolu gedirsən və yol anidən bitir. Orada xəbərdar edici nişan, təhlükəsizlik bariyeri yoxdur. Düzdür, bu görüntülər yayılandan sonra, etirazlar olandan sonra vəziyyət nəzarətə götürülüb. Lakin buna qədər o yolun bu halda saxlanılması nə qədər doğruydu? Buranın insan həyatına təhlükəli olduğunu anlamaq üçün neçə sinif oxumaq lazımdır? Bir var gözə görünməyən problem. Bir də var ki, Google Map-dən də baxanda görünən problem. İndi bizim maşınlarımız qanadlanıb uça bilmirlər də, biləsiz. Düzdür, bəzi BYD sürənlər uçurlar. Şəhərdə heç kimə aman vermirlər, onlara aid deyil. Onlar belə yerlərdə də çətin qorxalar. Bəzi sürənlər şəhərdə az qalırlar ki, adamın üstünə çıxsınlar. Özdə həmişə harasa tələsirlər. Bunlara necə başa salaq ki? Bax, sən yolun başında özünü öldürürsən də, hə? Qabaqdakı işıqforda yan-yana dayanacaq. Heç cürə başa sala bilməzsən bunu. Çünki riyaziyyat ayrı bir elmdir. Zamanın və məsafənin hesablanması üçün ən azı 11 il oxumaq lazımdır. Belə hadisələrdə təhsilin effekti çıxır ortaya. Düzdür, bəzən ən yüksək təhsil alanların da elə hərəkətlərini görürük ki, heç cür bəraət qazandırmaq olmur. Bir nəfər adam saxlanılıb dələduzluğa görə. Vəzifəsi bilirsiniz nəymiş? Vəkil. 3 ay həbs qəti imkan tədbiri seçilən vəkil dələduzluqda ittiham olunur. Hələ bu qanunun aliliyini bilir ha. Yüzlərlə məhkəmələr, bəraət ala bilməyən dələduzlar görüb. Bu dəfə də deyib ki, gedim özüm eləyim. Sən özün cəmaatı qoruyurdun. İndi səni kim qoruyacaq? Sən öz almaya ayfəl bax. Antivirusun öz papkasında virus tapmağına oxşayır bu. Hələ bu yaxşıdır. Toyuğa söyüş söydüyü üçün dava düşən hadisəni mən necə danışım bilmirəm. Valla danışmamış deyirəm ki, ayıbdır, adam utanır. Sabirabadda bir kişi cinsinə mənsub şəxs nahar eləyəndə onun masasının üzərinə toyuq çıxıb. Bu zaman yemək yeyən adam toyuqları söyüb. Anası gəlib ki, bala heyvandır da, niyə söyürsən? Cama şirpələn saxlayır, bu nə də? Ətini yeyirsən, yumurtasını yeyirsən, söymə. Bundan sonra başlayan mübahisədə oğul anasını döyüb. Məsələ polisdə bitib və bu igid oğula 1 il həbs cəzası verilib. Bu tip hadisələrə uzun-uzun şərh vermək olmur. Əslində olur, efirdə olmur. Bu hadisələrin mədəni açıqlaması yoxdur. Növbəti xəbərimiz dünyanın ən göz qabağında olan oğurluğu ilə bağlıdır. Bakıda binaların birindən velosiped oğurlanıb. Pis yerə yozmayaq. Ola bilər ki, kuryer işləyəcəkmiş. Görüntülərdə onun velosipedi oğurlamağına baxın. Heç onun yiyəsi bu qədər özgüvənli götürmür velosipedi. Kənardan baxsan elə bilərsən ki, öz əşyasını götürür. Sanki belə də olmalıymış. Hərəkət elədiyi yerdə sensor işıqlarının yanması, düz kameranın qabağında olması onu qəti narahat eləmir. Velosipedin də nə az, nə çox 650 manat qiyməti var imiş. Ya da ola bilsin ki, 28 may Nizam metrosu ətrafında təmir işləri getdiyi üçün şəhər içi daha sürətli hərəkətə görə oğurlayıb. Hiss edirsiniz, oğurluğa nə bəraət gətirirsən gətir, utanc verici səslənir. Biz görmüşük ki, insan əziyyət çəkər, pul qazanar. Kimisə əziyyətini oğurlayıb özünə rahatlıq yaratmaz. Allahdan qorxmursunuz, başa düşdük. Heç olmasa polisdən qorxun.